Belə bir ifadə var. Fəna fillah, yəni Allahda ərimək. Elə insanlar var ki, Allahda əriyiblər. Gözəl sözdür. Artıq Allahda əriyənlər üçün mərhələ yoxdur. İki adam arasında məsafə var, deyirik ya, aramızda 2 metr var. Ancaq eyniləşmiş iki insan arasında artıq heç bir məsafə yoxdur. Okeandan bir su götürmüşəm. Mən deyirəm ki, bu okeanın suyudur. Düzdür? Ancaq okean deyil. İndi mən bu suyu atıram artıq okeana. okeandır. Artıq okeandır. İnsan Allahda fəna olanda, yəni yox olanda, artıq onu sən o Tanrıdan, Allahdan sən onu ayıra bilmirsən. Ondan artıq eyniləşmiş olur. Orada şübhə yoxdur. Nə gözəl. Ora çatanda artıq orada tərəddüd yoxdur. Ariflərin irfani məqamı var. Bu İbn Sinanın İşarat və Tənbihat adlı bir əsəri var. Ariflərin məqamı orada 10 fəsildən biridir. O deyir ki, şübhənin növlərindən danışır və baxıb görürsən ki, şübhənin irfani növü də var. Biz indiyənə kimi danışdığımız şübhə, bu psixoloji şübhədir, elmi şübhədir. Ancaq bir dənə irfani şübhə də var. İrfani şübhə Allahda fəna olmamışdan əvvəl yaranan şübhədir. Deməli, şübhə ora qədər səndən əl çəkmir. Son anda sənə bu fikirləri deyir ki, bəlkə bu suyu okeana atmayasan. Əlində var da. Sən əgər əlində saxlasan, daha böyük bir mərhələyə çatmamış olursan. O balaca bir stəkandakı okeanın bir hissəsi ilə qane olmuş olursan. Səndə böyük bir mərdlik istəyir ki, sən o şübhəni aşasan və o suyu atasan okeana.